Azərbaycanın göndərdiyi benzindən sonra Ermənistanda yanacaq ucuzlaşıb. Paşinyandan açıqlama. Azərbaycandan Ermənistana benzin idxalı ölkə bazarında yanacağın 15% ucuzlaşmasına səbəb olub. Report Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. 2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistana Azərbaycan istehsalı olan benzin idxal olunmağa başlayıb. Azərbaycandan əsasən premium markalı benzin idxal olunur. Ermənistan bazarında bu növ benzin 15% ucuzlaşıb deyə Paşinyan qeyd edir. Baş nazir bildirib ki, 2 gün əvvəl Azərbaycandan Ermənistana dizel yanacağı idxal olunub. Dizel yanacağı 2% ucuzlaşıb. Regular markalı benzinin qiyməti də dekabrla müqayisədə təxminən 8% azalıb. Bu, sülh gündəliyinin nəticələri və faydalarıdır deyə Paşinyan vurğulayıb.